Bəşir Stats Qrupun dükkan açılışıdır Ağşəhərdə. Dostlar hamı buradadır, dostlarımız. Nəzəmiz olsun bir dənə belə. Xeyirli olsun qardaşım. Xeyirli olsun dostlar. İnşallah xeyrə görə sallan kimi edik. Görsən də bizim fəxrlər buradadır, bizim idmanımızın ikonaları buradadır. Xeyirli olsun qardaşım. Şərəf olsun. Uğurlar, müvəffəqiyyətlər, xeyirli uğurlu olsun. Allah işlərinizi tavan diləsin, uğurlar arzu edirik. Daha böyük layıqlar, daha böyük. Xeyirli uğurlu olsun, bərəkətli olsun. Bir daha uğurlar arzu edirəm. Hər birinizi xoş gördük. Bugün məhz Ağşəhərdə yerləşən Stats Group şirkətinin bir neçə gündür üzərində əziyyət çəkdiyi möhtəşəm bir məkanın açılışında bərabərik. İstəyərdim öncə özümüzü bir alqışlayaq, burada olan qonaqlarımız. Təşəkkür edirəm. Bugün bizimlə bərabər burada olan Milli Məclisin deputatı və hər zaman iş adamlarının yanında öz dəstəyini göstərən və öz dəstəyini əsirgəməyən Vüqar müəllim, Vüqar İskəndərov bizimlə bərabərdir. Alqışlayaq zəhmət olmasa. Stats Group artıq özünü belə deyim ki, təsdiq eləmiş bir artıq şirkətdir. Biz artıq dostlarımızı bir neçə müddət tanıyırıq, onların gördüyü işlərdən məlumatlıyıq. Mən düşünürəm ki, bugünkü bu tədbir bu şirkətin, ümumiyyətlə şirkətlər qrupunun həyatında maraqlı bir tarixan kimi yadda qalacaq. Bu onu deməyə əsas verir ki, təşkilatçılar, şirkətin rəhbərləri, həm əhatələri də böyükdür. Bu da çox vacibdir. Uğurlar olsun, təbrik edirəm. Sakit Səmədov buyursun yanımıza. O yüzden sana uğurlar arzulayım aziz kardeşim. Allah Teala bundan sonra daha büyük uğurlar nasip etsin ki burada sadece Beşir Bey'in işinin təqdimatı değil, aynı zamanda Beşir Bey ile beraber işinde usta olan ve ustalaşan ve işini daha da ileri götürecek birçok sahipkar da burada iştirak ediyor. Burada değerli çempiyonlarımız da var, değerli kardeşlerimiz de var. Hacı Bey, Rafik Bey, Firdevs Bey birçoku. Nurettin Bey burada idmançılardı. Onlar da bizi Azerbaycan'ı dünyada temsili ve çempiyonluğu getirdiler ve bizi fərqləndiriblər. Onların da burada olması bize gururdu, şərəfdir. Sizin de çempiyon olacağınızın göstərgəsidir. Sağ olun, var olun, uğurlar olsun, xeyirli uğurlu olsun inşallah. Teşekkür ederim. Buyursun Bəşir Ağayev yanımıza. Salam, xoş gördük değerli dostlar, değerli partnyorlar, bizi sevənlər, xoş gəlmişsiniz. Status Group'un yeni layihəsi olan Status Konsept Galeri değerli dostlarımızla birgə fikirləşdiyimiz, illərin təcrübəsinə dayanaraq planladığımız bir layihədir. İnşallah burada biz həm millətimizə, devlətimizə, hər kəsə daha sürətli, daha keyfiyyətli, daha çevik xidmətlər təşkil etmək üçün varıq burada inşallah. Hamımız üçün xeyirli olsun. Burada bildiyiniz kimi müəllim söylədi, mərmərdən tutmuş parket, sauna sistemləri, mobilya, ağıl ev sistemi, boyası, pamuk elə və s. santexnik məhsulları, hər şey burada mövcuddur. Siz bura girdiyiniz təqdirdə layihədən tutmuş dizayna və belə deyərlər, açar təhvil, istənilən layihəni, istər korporativ, istər fərdi, fərq yoxdur, istənilən layihəni inşallah sizə təqdim edəcək. Bir daha sizi xoş gördük. Status gününüz mübarək olsun, hər kəs olsun. Təşəkkür ederim. Xeyirli uğurlu olsun. Təbrik edirik. Alqışlar zəhmət olmasa. Və hər kəs buyursun, dəvət edilirsə. Bəşir Ağayev, bildiğiniz gibi Stats Group'un həm təşkil direktoru. Bu gördüğümüz hal-hazırda açılışında olduğumuz Stats Group'un yeni layihəsi olan Status Konsept Galeridir. Status Konsept Galerinin məqsədi ondan ibarətdir ki, bizim partnyorlarımızı bir araya gətirdik. Bir əldən, bir istiqamətdən və daha ucuz, keyfiyyətli, sürətli müştərilərimizə iş xidmət təqdim eləməkdir. İnşallah ki, vətənimizə, millətimizə xeyirli olar. Bu hal-hazırda yaşadığımız bu tarix Status Konsept Galeri ilə bərabər Status Konsorsiumun bir doğuluşudur. İnşallah Allah'ın köməyindən çox böyük imzalar atacaq, çox böyük layihələrə imzalar atacaq və ümid edirəm ki, hamımız üçün xeyirli olacaq.
Bəşir bəyə xeyir dua edirik. Allah xeyrin versin. Bol ruziləri olsun. Təşəkkür edirəm. Əlbəttə sevindirici haldır ki, dostumuz Bəşir bu showroom açır və bizi də açılışına dəvət edibdir. Hər şey gözəl şəkildə təşkil olunubdur və eyni zamanda keyfiyyətinə də söz ola bilməz məhsulların. Ümid edirəm ki, hər birimiz də bundan yararlanacaq. Biz Bəşir müəllimlə artıq bir neçə ildir ki, münasibətimiz var, dostluq yoldaşlığımız var. Bu gözəl layihədə Bəşir müəllimə uğurlar arzulayıram. Mən əminəm ki, bu layihə özünü çox doğruldacaq, çox yaxşı göstərəcək. Çünki bir növ bu nədir? Şəhərin içərisində bazar. Yəni, bura girdinsə, ev təmir eləmək istəyənlər girir, açar təhvil hər şeyini alıb, rahat şəkildə çölə çıxa bilib. Qışda, qarda, çovğunda cəmaət əziyyət çəkir, gedib bazarlarda axtara bilmirlər. Amma gözəl, hər şərait yerində, hər şey əla, rahat şəkildə ailəsi ilə gələcək insanlar nə lazımdır seçəcək, alacaq, gedəcək. Mən əminəm ki, bir daha bu çox uğurlu bir layihə olacaq. Mən bir daha Bəşir müəllimə uğurlar arzulayıram və təbrik edirəm onu. Bu Bəşir bəyin artıq şirkətin mən səhv eləmirəmsə 3-cü ofisidir, dəyişir ki, mən oradayam. Və bu ofisin digərlərindən sadəcə idarə heyəti olaraq eyni zamanda showroom konsepti olması mənə çox maraqlı gəldi. Burada eyni zamanda dizaynerlərin və memarların ortaq bir iş görəcəyi biləcəyi də alan var. Bu da Status qrupun geniş fəaliyyətindən məncə dəstək göstərəcək. Status qrupu yaxından tanıyırıq, Bəşir bəy yaxından tanıyırıq, amma xidmətlərindən faydalanmaq istəyən dostlar üçün deyə bilərəm ki, artıq mərkəzi bir ofisdə bütün materialların, bütün dizaynların və bütün məqamların bir yerə toplaşa biləcəyi bir ofis olub. Xeyirli olsun deyirik Bəşir bəyə. Bismillah, xeyirli olsun inşallah. Xeyirli olsun.